Radiolarımız, ümumiyyətlə var, radiolarımız var ki, orada aparıcılar var. Güya bunlar DJ-dir, nə bilim, nədirlər, qışqıra-qışqıra, belə eybəcər səslər çıxarırlar. Bir də görürsən izləyici onlara qoşulub, tamaşaçı yox, izləyici radio. Yersiz zarafatlar edirlər. Bir qəribə gülüşləri var. Elə bizim bir TV var, güya ki, belə orada aparıcı belə eləyir, bir qalın da səs var. Wow! O aparıcı ilə nifrət elədim ki, güya heyrət eləyir də. Daha gözəl səs çıxartmaq olar da. Axır ki, cəsarət tapıb, Çiçəyi də tənqid edən oldu. Çiçək ləqəbi ilə radioda aparıcılıq edən xanım. Balaca uşağı idim, belə gülməli də çıxmasın. Elə Çiçək radio dedi, o səslə. Həmin səs elə Çiçəkdə yenə də durur. Bu səs dəyişmirmi? Valla gənc bir qız idim, Çiçək aparıcılıq edirdi. Belə səsi də nazik, əncə türkcə danışırdı. Bütün ifadələrində türkcə işlədirdi. İndi görürəm elə yenə də eyni şeydir, eyni hallar yaşanır. Səs eyni səs. Mən qocaldım, Çiçək elə cavan, gənc xanım qalıb. Bizim Pərviz Hüseynli görək nə yazıb. Azərbaycanda radio efirlərinin maarifləndirici və mədəni ünsiyyət platformasından daha çox ucuz şou, qışqırıq və bayağı zarafat meydanına çevrilməsi yenidən təbii ki, müzakirə mövzu olub. Konkret nöqtəyə aza istinad edirəm. Radio DM 100.5 FM aparıcısı Çiçək ləqəbi ilə tanınan Şəhla Vakasanın canlı efirdəki danışıq tərzi ilə bağlı görüntülər yayılıb. Vakasanın. Şəhlanı bildiyi bu Vakasan nədir? Vakasanın. Pərviz də təbii ki, paylaşıb Hüseynli. Həmin efir parçası sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub. İzləyicilər aparıcının yüksək səslə kobud üslubda danışmasını, efirə zəng edən dinləyicilərlə zarafatlaşmasını radio efirinə yaşanmayan davranış kimi qiymətləndiriblər. Təbii ki, izləyicilərimizin ziyalısı var, intellekt səviyyəsi yüksək olanlar var, alimi var, professoru var, həkimi var, müəllimi var, jurnalisti var. Bəzən aparıcılar düşünür ki, bunlar hər şey danışa bilər. Ümumiyyətlə, radio aparıcısı efirdə yalnız əyləndirməklə kifayətlənməməlidir. Həm də dinləyiciyə hörmət etməli, ictimai ünsiyyət mədəniyyətini qorunmalıdır. Xüsusilə canlı yayımlarda aparıcının danışıq tərzi, seçdiyi ifadələr və auditoriyaya münasibəti radionun ümumi imicinə birbaşa təsir edir. Sosial şəbəkə istifadəçiləri təbii ki, tənqid ediblər. Şəhla Vakasa Çiçək ləqəbi uzun illərdir radio sahəsində tanınır. O daha əvvəl çiçəkli dəqiqələr verilişi ilə məşhurlaşıb. Bilmirəm, burada çiçəklə bağlı, yəni olmaz, radioda yersiz ifadələr işlətmək olmaz, yersiz zarafatlar etmək olmaz. Sonra yenə də deyirəm, gənc bir qız idim, Çiçək aparıcılıq edirdi. Mən qocalmışam, Çiçək elə gənc olaraq, gənc qız olaraq, səsi də özü də gənc olaraq qalıbdır. Niyə bilmirəm.